Salam, hər vaxtınız xeyir olsun. Qruplara belə bir sual yönləndirmişdim. Bu sualın ətraflı izahını verəcəm sizə. Yəni nəinki buradakı təyin oblastının fərqli hissələri izahını verəcəm. Birinci, gəlin baxaq təyin oblastı. Təyin oblastı x-in ala biləcəyi qiymətlər çoxluğu olduğuna görə x oxunda baxılır. Yəni diqqət edirik x oxuna. Qrafik x oxunda hardan başlayıb, harda bitir. Bizə verilən qrafik x oxunda -5-də başlayır, -3-də bitir. Deməli, bunun təyin oblastı -5, -3 aralığıdır. Diqqət olunmalı məqamlardan biri də bundan ibarətdir ki, diqqət edirsinizsə bunun içi dolu deyil, içi boş formada göstərilib. Əgər içi dolu formada olmuş olsaydı, bu belə göstəriləcəkdir. -5-dən -3-ə. Bax, belə diqqətli olunmalı məqamlardan biri də budur. Bunların içi dolu göstərilsəydi əgər. İkinci, bu təyin oblastı oldu. dfx yazaq da belə yazaq. dfx. İndi ola bilər qiymətlər çoxluğu sizdən soruşulsun. Qiymətlər çoxluğu soruşulmuş olsaydı, hörmətli şagirdlər, o zaman y oxuna baxılacaqdı. Funksiya hardan başlayıb, harda bitib. Yəni burada fikir versin, burada başlayıb, burada bitib də. Ona görə qiymətlər çoxluğu nə olacaqdı bunun? Deməli, -3-dən 4-ə qədər. Qiymətlər çoxluğu da y fx kimi göstərilir. Başqa nə kimi sual verə bilər ki, müəllim? Başqa sual verə bilərlər nə? Artma, azalma aralıqları. Artma, azalma aralıqları. Baxın, qrafik harda belə deyim də, sol var, bura sol tərəfdir, sol, bura sağ tərəfdir, sağ, düzdür. Soldan sağa doğru xəttimiz yuxarı qalxan hissədə funksiyanın qrafiki, oxşarsın göstərirəm, artır. Yəni daha doğrusu qrafik yuxarı qalxan hissədə funksiya artır. Amma qrafik aşağı düşürsə belə düşürsə aşağı, bu zaman deyirik ki, nə edir? Azalır. Yəni soldan sağa yuxarı qalxırsa artır, aşağı düşürsə azalır. İndi burada artma aralarına diqqət edək. Bax, bu hissədə soldan sağa doğru yuxarı qalxır. -5-dən gəlirəm, bura olsun, deməli -1, -2, -3. Sonra bura -2-dir. -2-dən qrafik hara qədər? 0-a qədər artır. Və burada 2-dir. 2-dən də 3-ə qədər artır. Yəni, artma aralıqları desəm, artma aralıqları. Artma aralıqları. Hansı hissələr oldu? Bura, bura və bura. Yəni, -5-dən -3-ə birləşsin, -2-dən 0-a birləşsin və 2-dən 3-ə. İndi gəlin azalma aralıqlarına baxaq. Azalma aralıqları xəttin aşağı düşdüyü hissələrdir. Soldan sağa doğru xətt harda aşağı düşür? Bax, odur. Yəni, burada nə olacaq azalma aralıqları? Yazıram bura. Azalma aralıqları. Necə oldu? -3-dən -2-yə birləşsin. 0-dan -2-yə. Bax, bu da bunun azalma aralıqlarıdır. Yaxşı. Başqa funksiyaya aid bizə nə kimi sual verə bilər? Gəlin buna baxaq. Başqa nə kimi sual verə bilər? Deyə bilər ki, sıfırların tap. Sıfırların. Sıfırları dedikdə grafikin x oxu ilə kəsişdiyi nöqtələrdir. Burada grafik yalnız və yalnız bu nöqtədə x oxu ilə kəsişib. Bax, burada. Təxmini deyə bilərəm ki, bunun sıfırı 1-dir. İndi birdən biraz sağda diqqət edirsinizsə, bir balığı sağdadır. İndi mən burada şkalan verməmişəm də, yəni ədədləri tam yazmamışam da, bura 1, 2, 3, 5 belə yazmamışam deyə görsənmir. Deyək ki, təxmini olaraq 1. Yəni, bir sözdən başa düşün ki, x oxunun kəsdiyi yerlər onun neylərdir? Sıfırlarıdır. Tamam mı? Soruşa bilər böhran nöqtələrini. Böhran nöqtələri. Böhran nöqtələri. Böhran nöqtələri dedikdə baxacaqsan,
Funksiyanın bir sözlə deyim dönmə nöqtələri. Bax harda bax fikir verə. Bax artı gəldi. Burada başladı azalma, böhran baş verdi. Çevriliş baş verdi, azaldı. Sonra nə oldu? Azaldı. Bir çevriliş baş verdi, başladı artmağa doğru. Sonra nə oldu? Artdı. Yenə bir çevriliş baş verdi, başladı azalmağa doğru. Yenə azaldı. Çevriliş baş verdi, başladı artmağa doğru. Bax bunlar, bu nöqtələr, bunlar bunun böhran nöqtələridir. Həmin nöqtələrin x-larına baxacaqsan, x-ları sənin böhran nöqtələrin olacaq. Burada neçə olur? -3, -2, 0, bir də 2. Baxın, -3, -2, 0, 2. Bax, bunlar da böhran nöqtələri adlanır. Bu qədər. Sağ olun. Növbəti videoda görüşərik.